Məsələn, insan evə gəlir, görür ki, evdə vəziyyət yaxşıdır, uşaqlar oynayır, yoldaşı yemək bişirir, paltarını yuyur, deyirsən ki, Allahümmə inni əuzu bikə min zəvali ni'mətik. Allahım, bu ni'mətin itməsindən sənə sığınıram. Yəni, bəzən insan düşünə bilər ki, bu özünə görədir. Amma insan da var, 500 işçisi var, 1000 işçisi var. 1000 nəfəri idarə edir, amma evini idarə edə bilmir. Yoldaşını idarə edə bilmir. Yəni, bu onun dəlilidir ki, yəni bu niməti verən Allah Teala'dır. Allah Teala sənə verir. Əgər nimətin şükrünü verməsən, aradan qalxacaq. Və bəzən görürsən ki, deyir ki, yoldaşım yaxşıydı, indi isə sözə qulaq asmır. Deyirəm, bişirmir, paltarı yumuram. Hardan deməli, insanın etdiyi, yəni etdiyimiz günahlara görə aradan qalxır. Ona görə insan bunları gördüyü zaman Allahümmə inni əuzu bikə min zəvali ni'mətik. Allahım, nemətinin itməsindən sənə sığınıram. Və həmçin digər nemətlər, insan özündə olan nemətlər, çıxırsan çölə, maşına oturursan, nemətdir. Adam var, özü çıxa bilmir. Onu qucağında götür gətirirlər. Maşının qapısını örtürsən, adam var, qapını örtə bilmir. Qapını örtə bilmir.